Hər kəs salam. Yeni Laravel dəstəyinə artıq start verirəm. Bu videolar əvvəlki videolar köhnəldiyi üçün yenisini çəkmək qərarına gəldim. Və bu videolarda tələbələrimə dəstəkləyərək videonu çəkmişəm. Ona görə videolar biraz 50 dəqiqə, 1 saat arasında, amma hər bir mövzu haqqında ətraflı məlumat var. Bu videolarda heç bir real layihə yoxdur. Sadəcə Laravel framework-unu öyrənirik. Laravel Basic və təməlləridir. Və hər bir videonun başlığından videonun nə olduğunu anlaya bilərsiniz. Laravel yükləmək, Laravelin lifecycle, controller view və məsələn model ORM, request migration və s. Və bir də bundan əlavə olaraq hər bir videonun daxilinə açaraq burada description bölməsindən hər bir videonun nə mövzular keçdiyimi başlığını yazmışam. Məsələn, bu videoda, birinci videoda Laravelin lifecycle, AutoLoad, PCR4, namespace, root controller'ın izahıdır. Məsələn, tutaq burada 5-ci videonu açım. 5-ci videoda məsələn ORM-də müxtəlif SQL sorğularını açmışıq. Məsələn, tutaq 6-cı videoda relationlara baxmışıq. Yəni bu cür başlıqlarla videoları izləyə bilərsiniz. Videolar tam ödənişsiz şəkildədir. Heç bir ödənişə ehtiyac olmadan pulsuz şəkildə baxıb suallarınız olarsa komment hissəsində bildirə bilərsiniz. Təbii ki, indi bu köhnəldiyi üçün bu videoları çəkdim. Çünki tam sıfırdan bir daha təzədən bəlkə bu daha maraqlı və ətraflı videolar olar. Və ağlımda indi proyekt MVC və API proyektləri videosunu çəkib YouTube yükləməyə qalır ki, çünki ümumiyyətlə bir uğura çatmaq istəyirsə mütləq şəkildə kod yazmalısınız. Bu kod yazması bir layihə olmalıdır, yəni real practice olmalıdır. Ümid edirəm bu videoları bəyənsəz, izlənmələr olsa ikinci proyekt videolarını da yükləyəcəm bu cürlə. Xoş izləmələr, özünüzə yaxşı baxın.